Salam, indi isə gəlin mövzumuza aid testlərlə tanış olaq. Sual 1. Uyğunluğu müəyyən edin. Deməli, bizə torvari sinir sistemi, borulu sinir sistemi və düyünlü sinir sistemi verilmişdir. Aşağıda isə onların hər birinə uyğun cavablar göstərmişdir. Biz isə bunları uyğunlaşdırmalıyıq. Torvari sinir sistemi. Ən bəsit sinir sistemidir. Bəli, torvari sinir sistemi bizim ən bəsit sinir sistemimiz idi. Deməli, 1-ə A variantı. Daha çox mərkəzi düyünlər baş hissədə toplaşır. Düyünlər sözü bizim açar sözümüz idi. Burada düyünlər varsa, biz düyünlü sinir sisteminə bunu qəbul etmişdik. Sonra ali sinir sistemi tipidir. Bəli, bizim borulu sinir sistemimiz ali sinir sistemi tipimizdir. 2-yə C, növbəti həmin canlılar bütün bədənini yığmaqla cavab verir. Biz demişdik ki, torvari sinir sistemi həm də bizim səpkin sinir sistemimiz adlanır və bəli, həqiqətən də canlılar bütün bədənini yığmaqla buna reaksiya verirlər. Üzr istəyirəm, deməli. Deməli 1A, D, 2C, 3B. Düzgün variantımız Y variantıdır. Keçək növbəti suala. İnstinktiv nədir? İnstinktiv sözünün mənasını biz demişdik ki, anadan gəlmə sözünü yadımızda saxlasaq kifayətdir. Çünki bizim əsas ipucumuz, açar sözümüz bu instinktivdən bağlı çox suallar düşür fərqli formalarda. Amma biz bu sözü açar söz kimi yadımızda saxlasaq, harda bizə instinktiv fərqli formalarda və yaxud cümlə daxilində verilsə tapa bilərik. Deməli, oyanma anadan gəlmə davranışdır. Düzgün cavabımız D variantı. Bioloji proseslərə cavab vermək deyil, fizioloji deyil, psixoloji deyil, xarici təsirlərə cavab vermək deyil. İntellektual davranış. Bizim intellektual davranışımızda demişdik ki, əsas açar sözümüz mürəkkəb sözdür. Mürəkkəb. Harada biz bu sözü görürüksə, mürəkkəb sözünü deyirik ki, orada heyvanlarda olan intellektual davranışdan söhbət gedə bilər. Deməli, bu testlər üzərində açar sözlərimizdə qeyd edin bir daha. Müsbət hərəkətlər əks etdirmək deyil, müəyyən davranış formalarını əks etdirmək deyil, cisimlər arasında sadə deyil, cisimlər arasında mürəkkəb münasibətləri əks etdirmək üçün. Bəli, bu bizim cavab variantımızdır. Şuur nədir? Biz demişik ki, şuur psixanın insana məxsus ali səviyyəsidir. Yəni, o təkamül prosesində gəlir. Ən axırda biz qısa da olsa şuur haqqında danışmışdıq. Sonra gedirik. Neçə növ şuur vardı? 2 növ şuur vardı. Fərdi, bir də ictimai. Deməli, düzgün cavabımız A variantı olur. Fərdi şuur demişdik ki, biz burada fərd sözünü görürüksə, yaxud hər bir şəxs sözünü, fərd əsasən deyilmir, amma hər bir şəxs sözünü görürüksə, deməli, bu bizim cavabımızdır. Hər bir şəxs görək, cəmiyyətin özünü idarə formasıdır, deyil. Cəmiyyətin intellektual inkişafı xeyr. Cəmiyyətdə yaşayan hər bir şəxsin şuurudur. Deməli, bizim cavabımız C variantı. Bunlar psixoloqların işə qəbul imtahanlarında olan suallara bənzər suallar da var. İctimai şuur nədir? İctimai şuurda biz əsas baxışlar sözünü və yaxud təsəvvürlər sözünü əsas olaraq götürürük. Cəmiyyətdə yaşayan ayrı-ayrı şəxslərin baxışları xeyr, fərdin intellektual təsəvvürü xeyr, fərdin ayrı-ayrı fəaliyyət sahəsində əldə etdiyi bilik deyil, xeyr. Yəni, buradan da görünür ki, bu ictimaiyə aid olmur. Fərdin təbiət hadisələrini əldə etdiyi təfəkkür forması xeyr. Cavab A variantı cəmiyyətdə formalaşan təsəvvürlər və baxışlar sistemidir. Sonra imprinting sözünün mənası nədir? Dedik ki, ilk dəfə olaraq Lawrence tərəfindən müəyyənləşdirilmişdir. O qazlarla apardığı təcrübə. Lawrence. Həkk olunma deməkdir. İngilis dilindən götürülmüşdür. Həkk
olunma İngilis dilindən götürülmüşdür. Imprint sözündən götürülmüşdür. İngilis dilindən götürülüb həkk olunma deməkdir. Həkk unutma, pozulma deyil, həkk olunma, yadda saxlama. Keçək 9-cu suala. Tropizm sözünün mənası nədir? Tropizm sözünün mənası istiqamət, dönmək mənasını verir. Qayda-qanun sözünün qayda-qanun taksisidir. Unutma, qazanılmış, həyatda qazanılmış. Həkk olunma dediyi imprintingdir. Qayda-qanun taksisdir. Dönmək istiqamət isə tropizmdir. Tropizm özü nədir? Tropizm abiotik təsirlərə cavab verməkdir. Biz dedik ki, abiotik təsir nədir? Həmin canlı tərəfindən əhəmiyyətli olmayan, əhəmiyyətli deyil bu. Deyil. Amma biotik nə idi? Biotik əhəmiyyətli deməkdir. Yəni, əgər əhəmiyyətli deyilsə, ona reaksiya vermir, elə deyil. Amma əhəmiyyətlidirsə, biotikdirsə, deməli, reaksiya verir. Abiotik təsirlərə cavab verməkdir deyil, xarici təsirlər xeyr, psixoloji təsirlər xeyr, daxili təsirlər xeyr. Cavabımız D variantı. Biotik təsirlərə özünə məxsus formada cavab verir tropizmlər. Məsələn, orada vardı, günəbaxanın günəşə doğru istiqaməti, yəni bu biotik təsiri həmin o günəşə onun verdiyi bir hərəkət, bir reaksiya. Canlı materiyaya xas olan bioloji indikasyon forması hansıdır? Bunu keçəndə ilk dəfə birinci gəlir qıcıqlanma, sonra gəlir həssaslıq, qıcıqlanma, sonra gəldi həssaslıq. Bunlardan yanaşı ən son instinktiv davranış, ən sonda isə şuur gəlirdi. Deməli, ilk bizim oldu qıcıqlanma. Harda ki, canlı materiyaya xas ilk bioloji inikas və yaxud da ki, bioloji inikasın forması ilk əlamət deyiriksə, burada qıcıqlanma sözünü götürürük. İnstinktiv davranışın əsas xarakteri xüsusiyyəti nədir? Biz buradan əvvəlki sözdə dedik ki, biz harda instinktiv sözünü görürüksə, bizim açar sözümüz nə ola bilir? Anadan gəlmə sözü. Çünki onun əsas özəyi odur. İndi görək, burada anadan gəlmə sözünü əsasən tapa bilirik. Həyatda qazanılır, xeyr. Sonradan tamamilə itir, xeyr. Çünki instinktiv davranış heyvanlarda da var, insanlarda da var. O həyatda qazanılmır. Bizimlə bir dünyaya gəlir, belə deyək. Sonradan da itmir. Yəni onun heyvanlarda daha çox qalır, insanlarda da müəyyən əlamətləri qala bilir. Anadan gəlmə bizim açar sözümüzün özü ilə burada varmış ki, uzun müddətlidir. Yəni onun haqqında dəqiq bir söz demək olmaz. Yalnız heyvanlara aiddir. Xeyr, insanda da var. Belə, bugünlük bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.